Onun qərarını mən verirəm, sən yox. Yəni bu müştəridən soruşulmadan edilməsi lazım olan arzuluqdur. Çox tarif getdi. Texniki otaq verməyiblər. Texniki otaq yoxdur. Bu qədər incə detallamaya sahib olan bir layihəni naşus üstündən işləyə bilməzsən. O pivsentin tini gəlir çıxır mebeli, alt hissəsi gəlir çıxır qapının ağzına. Bu qapının ağzına çıxan hissə uşaqlar üçün birbaşa təhlükədir. Razbeşka vuran parket ustasını gətir o qiymətə, Kanada yolkasını, İngilis yolkasını, Fransız yolkasını vurdura bilərsən, vurdura bilmərsən. Yəni bir materialın dəyişimi avtomatik olaraq təmir gedişatının büdcəsinə təsir edir birbaşa.